Vəhy 6-cı fəsil 7 möhür. Mən gördüm ki, quzu 7 möhürün birini açdı. Onda 4 canlı məxluqdan birinin göy gürültüsünə bənzər səslə gəl dediyini eşitdim. Gördüm ki, bir ağat və onun belində oturan atlının əlində ox kaman var. Ona bir tac verildi və bir qalib kimi yola çıxdı ki, qələbə qazansın. Quzu ikinci möhürü açanda ikinci canlı məxluqun gəl dediyini eşitdim. Onda ayrısı, od rəngində bir at ortaya çıxdı. Onun belində oturan atlıya izin verildi ki, yer üzündə sülhü aradan götürsün və insanlara bir-birini qırdırsın. Atlıya böyük bir qılınc verildi. Quzu üçüncü möhürü açanda üçüncü canlı məxluqun gəl dediyini eşitdim. Gördüm ki, bir qara at və onun belində oturan atlının əlində tərəzi var. 4 canlı məxluqun arasından sanki bir səsin belə dediyini eşitdim. 1 xiniks buğda 1 dinara, 3 xiniks arpa da 1 dinaradır. Amma zeytun yağına və şəraba ziyan vurma. Quzu 4-cü möhrü açanda 4-cü canlı məxluqun gəl dediyini eşitdim. Gördüm ki, bir solğun rəngli at var. Onun belində oturan atlının adı Ölüm idi. Ölülər diyarı da onun ardınca gedirdi. Onlara yer üzünün 1/4 üzərində səlahiyyət verildi ki, qılınc, aclıq, azar və yer üzündəki vəhşi heyvanlarla insanları qırsınlar. Quzu 5-ci möhrü açanda, qurbangahın altında Allahın kəlamına və elədikləri şəhadətə görə kəsilən canları gördüm. Onlar uca səslə fəryad eləyirdilər. Ey müqəddəs və haqq olan pərverdigar! Nə vaxta kimi mühakimə eləməyib, yer üzündə yaşayanlardan qanımızın qisasını almayacaqsan. Onda hər birinə ağ xalat verilib deyildi ki, özləri ilə birgə qulluq eləyən, onlar kimi öldürüləcək bacı qardaşlarının sayı tamam olana qədər biraz vaxt da rahat olsunlar. Quzu 6-cı möhürü açanda gördüm ki, böyük bir zəlzələ baş verdi. Günəş qıldan toxunan çul kimi qaraldı və ayın rəngi bütünlüklə qan kimi oldu. Göydəki ulduzlar da əncir ağacının güclü küləkdən sarsılıb, kal meyvələrini tökdüyü kimi yerə töküldü. Göydə bükülən tumar kimi çəkilib getdi. Hər dağ və ada yerindən tərpəndi. Onda yer üzünün padşahları, böyük adamlar, sərkərdələr, varlılar, güclülər, hər qul və azad adam mağaralarda və dağlardakı qayalar arasında gizlənib, dağlara və qayalara dedilər. Üstümüzə qopub düşün və bizi taxta oturanın üzündən, quzunun qəzəbindən gizlədin. Çünki qəzəblərinin böyük günü gəlib çatdı, ona qarşı kim dura bilər?